Mən bu yaxınlarda bir o heyvan əhliləşdirən adamla söhbət elədim. Dedi, sən fikir verirsən, bir həyətdə it də saxlayırsan, pişik də saxlayırsan. İti neynirsən elə, it elə bilir ki, doğrudan da qəbul edir ki, sənin həyətində, sənin mülkündə bu qarolçudur, bu bir işçidir. Öz itaətini göstərir, xidmətində dayanır. Bildirir ki, evin yiyəsi sənsən, mən sənin qulluqçunam. İt də bunu görürsən. Amma deyir, pişiyə fikir vermirsən, deyir. Pişik özünə hələ var ki, hələ bir sən bunu qonaqsan, evin yiyəsi budur, başa sən hələ buna bu fikir verməsiniz. Amma bu itlə pişiyin bir başqa söhbət də var, mövzumuza yaxındır o mülk məsələsinə. Bir gün itlə pişik bir-birləri ilə söhbət edirlər. İt deyir pişiyə ki, bayırda yatıram, yağış, külək, soyuq, mən buranı qoruyuram, əziyyət çəkirəm, falan eləyirəm. Mən hələ bayırda zəncirli, sən evin yuxarı başından vurursan, dair belə svallə vurub kunadan çıxırsan, belə özü, heç bir gördüyüm iş də yoxdur, sən də tumarlayırlar, nə bilim, sənə yemək verirlər, pişik deyir, sənin ağlın var bəyəm, sən o iş mənlik də öyle məsələyə, sənin üçün budur. Deyir, necə? Deyir, bax, adam əlindən girə bilmir içəri, hürürsən, dağıtırsan özü, gələnə bir cür hürürsən, gedənə bir əlində nəsə aparanda az qalır, zəncirini tutsun, hürə buna. Mən dünya aləm vecmədə, kim gəlir, kim gedir, kim nə aparır, kim nə gətirir. Ona görə mən beləyəm, deyir. Nə üzümü öldürürsən, nə paxıllıq eləyirsən, ağam malı gedir, deyir, muzdurun canı çıxır. Neyvə lazımdır sənin? Əlbəttə ki, bu bir təmsil ki, insan başa düşsün ki, mülk sahibi Allah'dır. Sənin hər neyin var, sən özünü öldürməklə deyil. Bunu Allah sənə talib.